Bura mənim qaldığım evdir. Uzun illərdir mən bu şəraitdə yaşayıram. Bu evin divarları, aboylar nəmdən, rütubətdən ovulub tökülür, nəm bağlayıb çürüyür. Mənim xəstəliyimin 50% mənim canımdadır, ürsiyyətimdədir. 50% də mənim həyat tərzim belə it yatmaz yerlərdə yatmaqdan 50% də artırıb, kəskinləşib, ağırlaşıb mənim xəstəliyim. Bu da yatağımdır, yatdığım kravatdır. Bu da rütubətdən çürüyüb, ortası yatıbdır. Bu da kravatın ortasıdır, çürüyüb. Bu taxtaları da tapıb getmişəm, ortasına qoymuşam. Deməli, getmişəm dünən Milli Məclisə Qəbul Şöbəsinə ki, deputata müraciət eləyəm. Könül Əhmədov ilə bir yerdə. Gəlin 220 manat siz də maaş alın. Mənim kimi 220 manatla bir ay yaşayın görüm nə cür yaşayırsınız. 4 nəfər Qoraddelin işçiləri bizi Könül Əhmədov ilə bərabər tutdular, gətirdilər 41-ci bölməyə saxladılar. Biz xalq olaraq uzun illərdir qurbanlıq qoyun olmuşuq bu Heydərizm rejiminə.